Misir Məmlüklərini məğlubiyyətə uğratdıqdan sonra. Doğrudur. Bu belə. Sonra bir də sən bizə deyəcəksən, deməli biz dedik ki, Yavuz ləqəbli hökmdar iki dövlətlə müharibə aparıb ki, bunlar hansılardır? Yavuz mən birinci Səlimdə. Yavuz mən bir Düzdür. Doğrudur. Bu belə. Gəl baxaq görək. Səlimdən əvvəl hakimiyyətdə olub da hər iki dövlətlə dostluq münasibətləri quran hökmdar kimdir? Doğrudur. Səlimdən sonra hakimiyyətə gəlib də Səfəvilərlə müharibəni davam etdirmiş hökmdar kimdir? Doğrudur. Birinci Süleymanı bizə Fatimə deyəcəkdir. Fatimə, hansı Səfəvilərlə hansı döyüşdə məğlub olub da gedib bütün diqqətini Avropaya yönəldir? 35-ci il müqaviləsini imzalayır. Düzdür. 35. 1535-ci il Həmədan, 1554-cü ildə Buğurt. Hər ikisini birləşdirən cəhət? Bəli, düzdür. İkisində də məğlubiyyətə uğradı. Bunlar belə. İndi deyə bilərsənmi sən bizə Viyananın birinci uğursuz mühasirəsini neçənci illəri əhatə elədi? Düzdür. Deməli 1533-cü ildə 29-33-cü illər ərzində, bir də 1566-cı ildə kimlə mübarizə aparıbdı Osmanlı? Avstriyaya qarşı kimlə müqavilə imzalayır? Doğrudur, Fransanın. Onda bizə Zahid deyə bilərmi, Fransanın neçənci ildə müqavilə imzalanmışdı? Habsburqlara qarşı. De görüm Sevcan. 35-ci ildə. 41 başqa şeydir. 1535-ci ildə idi. Bəli, əvvəllər kapitulyasiya deyirdik biz buna, bu müqaviləyə. 1541 demişkən Sevcan, 1541-ci ildə baş verən hadisə. Bəli, düzdür. Həmin o 41-ci il dediyin hadisə var. 41-ci ildə kim köməyə gəlirdi ki, tufana qərq oldu? Bəli, İspanlar, doğrudur. Bax, testlərin birində, qəbul testlərin birində belə bir sual düşmüşdü uşaqlar. Ümumi sual verən bir düşünün görək. 16-cı əsrin birinci yarısında, 16-cı əsrin birinci yarısında Osmanlı, ikinci yarısında, yəni 16-cı əsrin 80-ci illərində İngiltərəni birləşdirən cəhət? Düzdür. Doğrudur, İspanlara qalib gəlməsi hər ikisi. 1541 burada, 1588-ci ildə isə İngiltərədə idi. Doğrudur. Zahid görən bu dövrləri yadına saxlayıb, bu təkrarlayıb, sərmayə Zahid. Hə, bunlar belə. İndi keçək nəyə? Sən bizə deyəcəksən, Zigetvar qalasının ətrafında vəfat etmiş Osmanlı hökmdarı? Düzdür. Bəs Bursa qalası ətrafında vəfat etmiş Osmanlı hökmdarı? Birincisi. Görün kim doyan birincisi. Abala, Osmanlı dövləti yaradan Osman olmayıb bu. Osman. Uşaqlar, bir dənə də var deyib, Caber qalası ətrafında vəfat edən. O kim idi? Bəli, Süleyman. Yox, Süleyman Şah deyil. Süleyman Şah adlandırılsa da bilirsiniz ki, dövlət hökmdarı deyildim. Qayların başçısıydım. Bunlar belə. Kim qaldı bir də? Zahid bəy, sən bizə deyəcəksən, hansı hökmdarın dövründə Kipr adası fəth olunmuşdu? Kipr adasının fəthi. Nətər yadından çıxartdın sən? De görün Fatimə. Düzdür. Bəs Güllü, Krit adasının fəthini kim həyata keçiribdi? Düzdür. Uşaqlar bəzən çaşır ki, görən birinci Kiprdirmi, Kritdirmi? Hansını mən deyim? Yadda saxlayın ki, Osmanlının cənubunda Kiprdir. Yəni Osmanlıya yaxın olan Kiprdir. Əlbəttə birinci Kipri işğal edəcəklər 1571-ci ildə. Daha sonra uzaqda yerləşən Krit adası işğal olunacaq. Krit isə Yunanistanın cənubunda yerləşir. Onu isə doğrudur. Fazil Əhməd Paşa 1669-cu ildə işğal etmişdim. Düzdür. Sonra buradan kimlərin adını çəkir? 1-ci Muradın adını çəkir. Güllü, Osmanlı ilə Osmanlı hökmdarı 3-cü Murad Səfəvilərlə hansı müqaviləni imzalamışdı? Düzdür, 1-ci İstanbul. Neçənci ildə imzalanıb 1-ci İstanbul? Düzdür. Yılmaz bizə deyəcək, Yılmaz, bəs yaxşı, 2-ci İstanbul hansı Osmanlı hökmdarının dövründə imzalandı? Səraf dediyimiz.
Əhməd neçənci illərdə hakimiyyətdə olubdur? Düzdür. Bax, belə yadında saxla. 1-ci Əhməd 1603-də, 3-cü Əhməd 1703-də hakimiyyətə gəlibdir. 1603, 1703. Özdə bu 1-ci Əhmədi tanıyırsan. Bu 1-ci Əhmədin dövründən dedi, bir yadına sal görək, hansı üsul tətbiq olunmuşdu hökmdarlara aid? Elton gilə demişəm. Bir maraqlı üsul. De görüm Elton. 1-ci Əhmədin dövründən başlayaraq hökmdarlara aid dedik, tətbiq olunan üsul düzdür. Qəfəs üsulunu nə deyirik? Uşaqlar, maraqlı bir şey deyirəm qəfəs üsuluna bağlı, yadınızda qalsın. Görün qəfəs üsulunu kim mənə izahını verə bilər? Buyur de. Yox, həyatın yox eləmirlər. Belə deyil, belə fikirlər. Əvvəlki hökmdarlar, belə uşaqlar, ən çox da oğlan uşaqları bilir ki, uşaqlar, küçələrdə böyüyən oğlan uşaqları daha diribaş olurmu? Hə, daha diribaş olur. Nəinki öz anasının yanında evdə daha çox olan uşaqlar, evdə olan uşaqlar mama uşağı olur. Bunlar da məhz əvvəllər hökmdarları bölgələrə, vilayətlərə rəhbər olaraq göndərirdi. Orada həmin o vəlihətlər, şəhzadələr puxtələşirdi, inkişaf edirdi. Daha sonra gəlib hökmdar kimi məhz hökmdar taxt-tacında əyləşirdi. Amma artıq biz gördük ki, 1-ci Səlim ümumiyyətlə Osmanlı sultanlarında öz qardaşlarını, şəhzadələrini öldürmək adi hal almışdı. Bunun da qarşısına Əhməd bir yol fikirləşir, qəfəs üsulu bununla almağa çalışır. Artıq hökmdarlar öz oğlanlarını, yəni vəlihətləri, şəhzadələri əvvəlki kimi vilayətlərə hakim təyin eləmirdi. Yanında, hərəmxanalarda böyüdülürdü. Hərəmxanalarda böyüdülən uşaqlar da düşünün ki, mama uşağıdır. O, öz dövlətini idarə etməkdə çətinlik çəkir. Ona görə də idarəçiliyə kimlər başlayır əl uzatmağa? Hökmdarın adından. Bəli, onların mamaları, anaları, validə sultanları. Bax belə, yəni qəfəs üsulu bu deməkdir. Beləliklə, hökmdarlar, Osmanlı hökmdarları fərsiz, fərasətsiz deyə bir şəxslər, hökmdar seçilməyə başlanır. Hə, gecə bir dənə 4-cü Muradda soruşum sonra. Bu bir dənə qaldım. Amma 1-ci Abbasla dost olmuş Osmanlı hökmdarı? Yox, 1-ci Abbasla. Məsələn, bu hissələri Osman, 2-ci Osman. Buna gənc Osman deyirdilər, gənc yaşda vəfat elədiyinə görə. Fatimə, bəs yaxşı, Qəsr-i Sülh müqaviləsini imzalamış hökmdar kimdir? Bəli, 4-cü Murad. Axır ki, keçirik yeni dövr Osmanlısına. Qəşəng, maraqlı dərslərdən biridir. Amma bitmir ki, bitmir. Xeyri kimi. Selcandan başlayırıq. Selcan, Səfəvi dövlətinin zəifləməsi ilə Osmanlı dövlətinin zəifləməsinin oxşar xarici səbəbi. Səfəvi dövləti və Osmanlı dövləti. Hər ikisinin zəifləməsinin oxşar xarici səbəbi hər ikisi. Elə bir İpək yolu əhəmiyyətini itirmişdimi? Bəli. Bəli. Bunların əsas gəlir mənbəyi gömrük idi. Bu ərazisindən də tacir keçməyəndən sonra, ondan gömrük almayandan sonra ticarət xeyli zəiflədi. Üstəlik də ki, dövlət gəlirlərindən məhrum oldu. Bu da məhz dövlətin zəifləməsinə səbəb olub. Hər iki dövlətin zəifləməsinin oxşar səbəbidir bu. Oxşar xarici səbəbdir. Digər daxili səbəblərdən nələr deyərsən? Bəli, sən. Yaxşı. Ola bilər. Orada bir dənə gözləm. Bax, deyir ki, kəndlərin təhlükəsizliyini təmin etmək üçün kütləvi şəkildə şəhərlər kəndli, gördük ki, yox, bu kənddə bəradarilikdir, dərəbəylikdir. Quldur bir tərəfdən hücuma keçir, ağa bir tərəfdən soyub talayır. Ona görə hara köçməyə başladı? Bu da əhalinin sosial tərkibini dəyişdimi? Bax, sosial tərkibi. Coğrafiyadan keçibsiz. Uşaqlar, etnik tərkib
O deməkdir ki, məsələn, Azərbaycana ermənilər köçürülür, ruslar köçürülür. Xalqımızın, Azərbaycan xalqı ilə yanaşı, burada müxtəlif millətlər də yaşamaya başlayır. Bu olur etnik tərkibin dəyişməsi. Sosial tərkib isə varlı, yoxsul, şəhərli, kəndli bunlardır. Şəhərlərin sayı artır, sosial tərkib dəyişir. Bu bir. Zahid bizə deyəcək, Zahid, xarici səbəblər nələr oldu? Yaxşı, İpək yolu əhəmiyyətini itirdi. Sonra Avropa inkişaf edib 16-17-ci əsrdə. Bunlarsa hələ feodalizm, köhnə dövrdə qalıblar, düzdür? Avropanın inkişaf etmiş ölkələrindən xeyli geri qalırdılar. Bunu deyirsən və bir də güclü dövlətlərin əhatəsində olması, sərhədlərini genişləndirə bilməməsi və s. Bax, yaxşı cavab verə bilmədiniz ki, yox. İndi dərsi sual cavab edin, sonunda bir daha bunları sual verəcəm. Fatimə bizə deyəcək. Fatimə, Qəfəs üsulu hansı hökmdarın dövründə tətbiq olundu? Birinci Əhməd neçənci illərdə hakimiyyətdə idi? 3-ü dedik, yaxşı yadında qaldı. Yaxşı, onda 1703-də hakimiyyətə gələn hökmdar kimdir? 3-cü Əhməd. Bax, 1-ci Əhməd 1603-17 idi. 3-cü Əhməd də 1703, sonra 3 ilə 0-ın yerindəyiş. 30'daydı hakimiyyətdə, doğrudur. Burada Qəfəs üsulunu bildi yazılan çoxdan. Bəs cülüs bəxşi nədir? Belə düzdür. Əziyyət çəkən kim olur? Sadə xalq. Niyə sadə xalq deyirəm? Çünki xəzinə boşalır, boşalmış xəzinəndə vergilər olaraq sadə xalqdan toplamağa çalışırdılar. Bu belə. Oradan Yusif bizə deyəcək, Yusif, bir dənə də burada qapı pulu ocaqlarıyla tanış oldum. Bu qapı pulu ocaqları nə deməkdir? Ocaq nədir ümumiyyətlə? Başa düşmürsənsə qoy deyim özüm. Gözlə bir dəqiqə, başa düşmürsənsə qoy deyim. Ocaq hərbi hissə deməkdir. Əvvəllər hər kəs, hansı hərbiçilər ki, hərbi hissələrdə, yəni ocaqlarda olurdusa, mütləq orada fəaliyyətinə görə əmək haqqı alırdı. Çünki vuruşur, döyüşür, müharibələrdə iştirak edir. Amma zaman-zaman artıq insanlar özləri gedib adını oraya yazdırırdı ki, oradan maaş alsınlar. Bax, bunlar da qapı pulu ocaqları idi ki, qapı pulu ocaqları dediyimiz həmin o yalançı yeniçəriləri dövlətdən maaş alır. Bu da xəzinəyə mənfi təsir göstərirdi. Yalançı yeniçəri, belə deyim. Bəs orada sən bir də öyrəndin beşik alimliyi. Bu beşik alimliyi nə deməkdir? Düzdür. Sonra 17-ci əsrdə bu həm də hara tətbiq olundu? Məsələn, misal çəkə bilərsənmi atadan sonra oğlunun hakimiyyətə gəldiyi vəzifə? Sədrəzəmlərə bax bir dənə. Sədrəzəmlərə bax 17-ci əsrdə. Düzdür. Bax, bunlar yadda saxlayır ki, ata-oğul məhz beşik alimliyinə görə ard-arda hakimiyyətə gəlmişdilər. Lamiyə bizə deyəcək, Lamiyə, bu köprülülər neçənci əsrdə hakimiyyətdə olublar? Köprülü Mehmet Paşa neçənci illərdə sədrəzəm vəzifəsini yerinə yetirib? Düzdür. 56-61-ci illər ərzində. Çanaqqalanı kimlər mühasirəyə almışdı ki, onların qarşısını aldı? Düzdür. Bəs yaxşı, alimlər arasında nə kimi qayda qanun yaratdı? Sonra nə işlər gördü? Düzdür. Baxırsan ki, keçirilən islahatların hamısında ordu var. Ancaq kimin islahatında orduya diqqət yetirilmədi? Əla, düzdür. İbrahim Paşa əvəzinə başqa nə deyəcəksən? Düzdür. Uşaqlar, yadınızda saxlayın ki, İbrahim Paşa 1718-də hakimiyyətə gəlsə də, amma Lalə dövrü ümumiyyətlə 3-cü Əhmədin dövrü hesab olunur. 1703-1730-cu illər Lalə dövrü hesab olunur. Elton bizə deyəcək, Elton, gəl baxaq görək. Deməli, köprülü Məhməd Paşadan sonra sədrəzəm vəzifəsini yerinə yetirən Fazil Əhməd Paşa nə işlər gördü? Bir-bir sadala.
Hansı alan ələ keçirdi? Və demədimmi Kipirdi, Kiritdi. Krit. 1. Krit adasını ələ keçirdi. 2. Kimlər üzərində parlaq qələbə qazandı? Niyə deyə bilmirsən Ayətun? Mamana şikayət edeyim mi sənə bala? Biz sizlə bunları keçən dərsdə sual-cavab eləmişik. Hamısını gərək sən uşaqların içində bülbül kimi ötəydin. Kimlər üzərində parlaq qələbə qazandı? Bax, görsən hamı əl qaldırıbdı. Yo, Avstriya. Hə, düzdür. Avstriya üzərində parlaq qələbə. Çanaqqaladakı Venesiyalıları deyərəmsə əgər götürürsüz birinci Çanaqqaladakı Venesiyalıları Köprülü Mehmet Paşanın dövründə götürürük. Yox, əgər sadəcə Avstriyanı məğlub edib desəm, onda götürürsüz Köprülü Fazil Əhməd Paşa. Avstriya üzərində parlaq qələbə qazanan. Bu bir. Sonra bir də keçək, ikinci bir məsələ qaldı. Reçpospolita. Uşaqlar, qoy bir dənə bunu deyim sizə. Elton, Fazil Əhməd Paşa neçənci illərdə sədrəzəm vəzifəsini yerinə yetiribdi? Hay Allah. Nətər bilməyəsən? Bax, 61-76 olduğunu bil ki, bala, müqəddəs birlik buna aid deyil. Və testini sən nətər işlədin bunun? 71-də bu çıxdı, getdi. Nuray, müqəddəs birlik neçənci ildə fəaliyyətə başlayıbdı? İndi mən sənə... Düzdür. İndi sənə bir dənə söz deyim, ondan yadında saxla. Vampir. Vampir müqəddəs birliyə daxil olan dövlətlərdir. Hə, vampir. Bax, bunu bu cür yadınızda saxlayın. V. Venesiya. A. Avstriya. R. Rusiya. İ. İtaliya. Yəni Roma papasından söhbət gedir. Sonra vampir. Sonda bir də dedik ki, R. Reçpospolita. Bax, beləcə bunları qəşəngcə yadınızda saxlayırsınız. Bu olur bizim müqəddəs birliyə daxil olan dövlətlərimiz. Bu belə. İndi keçək bir də Ay Yusif müəllimin adı nədir? Tarix müəlliminin. Aygün müəllim, hə, Allah yaxşı. Müqəddəs birlik deməli, neçənci illəri əhatə elədi Güllü? Bəli, 86 deyək, 84-86-cı illərdə. Uşaqlar, düzün burada qeyd olunmayıb, Rusiya mövzusunun içində yazılıbdır. Amma məncə Fatimə biləcəkdir. Fatimə, deyə görək bizə müqəddəs birlik hansı hadisədən sonra meydana gəldi? Niyə Roma papası əl-ayağa düşdü ki, bəs gəlin Osmanlıya qarşı ittifaq yaradaq? De görüm Gülnaz. Aha. O uğur hansı uğurdu Güllü? Əslində tam da. Gözlə. Yox, bir dənə gözləm. De görüm Lamiyə. Düzdür. Uşaqlar, bu Rusiya mövzusunun içində yazılıbdır. Osmanlı ilə bağlıdır. Orada qeyd olunur ki, bəs sən demə, Osmanlı 1683-cü ildə Avstriyanın paytaxtı Viyananı ikinci dəfə mühasirəyə alan zaman artıq Avropa təşvişə düşür ki, Osmanlı yenə 17-ci əsrdə ayaqlanıb Avropaya qədər gəlib çatıb. Gəlin Osmanlıya qarşı ittifaq yaradaq. Kimdə qalmışdıq? Nuraydaydıq. Nuray, müqəddəs birlik və Osmanlı arasında müqavilə neçənci ildə imzalanır? Mərkəz Asiya yoxsa Mərkəz Avropa? Mərkəz Avropada nüfuzu. Dərsin sonunda uşaqlar bununla bağlı xəritələrə baxacaq. İndi xəritələri açan zaman burada baxıram ki, ekran yazması dayanır. Yadda saxladıq 1699. Kimsə mənə deyə bilər 1699-cu ildə Səfəvidə nə baş veribdi? Bəli, siyah yağma, düzdür. Jalə bizə deyəcək, Jalə, 1699-cu ildə Osmanlı ilə Karlovitsa müqaviləsini imzalayan dövlətlər hansılar oldu? Adları. Məsələn, gözlə.
Gözlə bir dəqiqə. Avstriyaya verilən ərazilər. Karlovitsa müqaviləsinə görə Avstriyaya verilən ərazilər. Yox, bir dəqiqə, deyəm. Xəritənin üstündə verilib bunlar. Köhnədə də, təzədə də var. Macarıstanın Transilvaniyadır. Sonra, Emma, Polşaya verilən ərazilər. Polşa. Podolya. Braslavya. Bax, uşaqlar, Macarıstana deməli, Avstriyaya verilən ərazilər. Avstriya deyəndə həmişə Macarıstan yadımıza düşürmü? Avstriya, Macarıstan. Avstriya, Macarıstan, bunu yadda saxlayın ki, bu oldu. Bir də Transilvaniya, Avstriyanın. Podolya, Podolya, Polşa. Polşaya verilir, Braslavyana yanaşıb. Sonra bir dənə də Venesiyaya verilən ərazilər. Emma, hansı ərazilərdir? Ya. Dalmasiya, Mareya. Bax, onlar da sonu ya ilə bitir. Diqqətlə baxsanız uşaqlar, ya bu cür adlandırılır. Dalmasiya və bir də Mareya. Bu ərazilərdə verildi Venesiyaya. Dedik ki, Emma, Karlovitsa müqaviləsi neçənci ildə imzalandı? Müqəddəs birliklə müqavilə. Bununla da 1699-cu ildən 1791-ci ilə qədərki dövr. Bəli, düzdür, geriləmə. Hansı ərazidə mövqeyi zəiflədi? Mərkəzi Asiya, onu kim demişdi bayaq? Mərkəzi Avropa. Mərkəzdə Avropada mövqeyi zəiflədi. Qoy bir daha Zahiddən soruşaq. Zahid, Mərkəzi Avropada zəifləyən hansı müqavilənin Osmanlı mövqeyi zəiflədi? Birliklə imzalanan. Düz indi kitablardan Karlovitsa sözü çıxarılıb, amma məncə müqavilənin adı olanda daha yaxşı yadda qalır. Karlovitsa müqaviləsi. Sən bizə deyəcəksən, 1579-dan 1699-cu ilə qədərki dövr necə adlandırılır Osmanlıda? Düzdür. Uşaqlar, bu bir dənə bu dövrlərin üstündən keçim, durğunluq dövrü, geriləmə yox. Bax, birinci yaranma dövrü idi. Elton, yaranma dövrü neçənci ilə əhatə elədi? (1453-ə qədər. Sonra çiçəklənmə dövrü. Bax, özdə demişdim sizə. Bax, biri var deməyəm. 1579-a qədər uşaqlar. 1579-cu ildə çiçəklənmə dövrü başa çatır. Bilirsiniz nəyə görə başa çatır? Bunların bir dənə yaxşı... Nə? Yox, Lepanto 1571-də. Əvvəllər onu deyirdi, indi o dəyişibdir. 1579-cu ildə ağıllı başlı bir dənə sədrəzəmləri vardı. Sokollu Mehmet Paşa. O Sokollu Mehmet Paşa ölür. Ondan sonra islahat keçirmirlər. Doğru düzgün islahat keçirilmədiyinə görə durğunluq dövrü adlandırılır uşaqlar, ondan sonraki dövr. O öləndən sonra 1579-dan 99-a qədərki dövr oldu durğunluq dövrü. Çünki heç bir islahat falan keçirmədilər. Dövlətin inkişafı üçün bir iş görmədilər. Bu da oldu durğunluq dövrü. Bu belə. Sonra isə başlayır 1579-cu ildən durğunluq dövrü. Ta ki dedik ki 99-cu ilə qədər geriləmə dövrünü bizdə Gülnaz deyəcək. Gülnaz, geriləmə dövrü neçənci illərdir? Geri getdi. Düzdür. 1791-ci ildən başlanan yazıda artıq ağır şərtli bir müqavilə imzalayır. Mövqeyi tamamilə beynəlxalq nüfuzu düşür, mövqeyi zəifləyir. Ona görə də nə dövrü başladı? Bəli, düzdür, dağılma. 1922-ci ilə qədərki dövr. Gülnazda qalmışdıq. Gülnaz bizə deyəcək nələri buradan? 99-cu il müqaviləsini dedik. Geriləmə dövründə 1703-də hakimiyyətə gəlmiş hökmdar neçənci illərdə hakimiyyətdə oldu? 30, doğrudur. O, 3-cü Əhmədin ilk qələbəsi, 1711-ci il qələbəsi kimlər üzərində qələbə qazanmışdı? Düzdür. Pyotr üzərində qələbə qazanıb, deyir, yaxşı, məndən yox deyil. Kimlər üzərində hücuma keçir Güllü? Amma burada harda mövqeyi zəifləyir? Balkanlarda. Avstriya, Venesiya Balkanlarda mövqeyini zəiflətdirdi bunu. Hə, deməli, belə yadda saxladıq. Elton, 1711-ci ildə kim üzərində qələbə qazandı?
3-cü Əhməd. Prut 4-dür. Prut, Pyotr. Böyle yadda saxlayırıq. Prutda Pyotr məğlubiyyətə uğratdı. O bundan da ruhlanır, fikirləşir ki, ta əvvəlki qüdrətimi bərpa eləmişəm. Kim üzərinə hücuma keçir? Bəli, 3-cü Əhməd kim üzərinə hücuma keçdi? Kim dedin? Abala 1711 Rusiyanın dedikdə Pyotr üzərinə hücuma keçdi, qalib gəldi. Bundan sonra da ruhlanır 1718 deyirdi, indi ili çıxarılıb. Və Venesiya üzərinə hücuma keçir. Məğlub olub da harda mövqeyi zəifləyir? Balkanlarda, incə demədik mi? Fikrin hardadır sənin? Balkanlarda mövqeyi zəifləyir. Bu belə. Yadda qaldı mı Zahid? Prut döyüşü neçənci il olubdu? 11-ci ildə. Həmin ildə uşaqlar Səfəvilərdə nə baş verdi? Bəli, düzdür. Doğrudur. Hacı Davud deməyədim, 1711-ci illər Car üsyanı desək daha yaxşı olar. Hacı Davudun sırf üsyanı 1719-21-ci illərdir. Düzdür. Güllü ilə davam edək görək. Güllü, bunlar yadında qaldısa sənin, sən bizə deyəcəksən, bu 3-cü Əhməd idarəçilikdə daxili siyasəti istəyirdi ki, Avropa təcrübəsini öyrənsin. Bu məqsədlə düzdür. Bax, nümayəndəlik göndərən 3-cü Əhməd səfirliyi açdıran kim olmuşdu? Yox. Səlim, səfirlik. Bax belə. Bəli, 3-cü Səlim düzdür. Deməli, Nuray, nümayəndəlik açdıran hökmdar kim oldu? Və səfirliyi açdıran hökmdar kim oldu? Düzdür. Bax, yenicə yadda saxladıq. Səlim, səfirlik. Bax, bu cür. Yaxşı, bunlar dedik. İndi sən bizə deyəcəksən bir də Güllü xanım, Lalə dövrünü. Lalə dövrü dediyimiz dövr hansı paşanın dövrüdür? Neçənci illərdə İbrahim Paşa sədr əzəm vəzifəsini yerinə yetiribdi? Düzdür. Amma Selcan fikirləşir ki, Selcan, bu Lalə dövrü. Gülləri sevən adam. Heç gülləri sevən adamdır. Orduya diqqət eləyərmi? Orduya bir maraq ayırarmı? Bəli, düzdür. Ordudan yan keçdi. Bəs yaxşı, nə işlər gördü Lalə dövründə? Aha, bir də məsələn bir şey deyim gözləm. Lalə, güldür, düzdür, çiçək. Bu, çiçək xəstəliyinin də dərmanı tapırlarmı? Çiçək xəstəliyinə peyvənd tapırlarmı? Çiçəkdir, nə bilim. Düzdür. Bax, necə yadda saxladıq. Lalə dövrü çiçəkdir. Ona görə də çiçək xəstəliyinə qarşı peyvənd tapıldı. Yaxşı, bu peyvəndi tapdıq. Ondan sonra bizə yaşamaq üçün ev də lazımdır. Neynədib evlərlə bağlı? Avropa nümunəsində böyük binalar inşa edirlər. Sonra hansısa dənizlərin xəritəsi çəkilir. Bir coğrafiyaçı olaraq bir də görək bizə. Bunu öyrəndiksə, mənim yadıma düşür ki, biz bir dənə demişdik, Bəhriyə adlandırılan dəniz atlası. Oradan Emma dedi ki, bilirəm, deyirəm Emma. Bəli, Piri rəisdəydi, düzdür. İndi yaxşı, onu deyəm, deyin görüm siz mənə bu kimə hədiyyə etmişdi Bəhriyə adlandırılan dəniz atlasını? Süleyman Qanuniyə, doğrudur. Bir dənə də atlası vardı, Dünya atlası. Onu kimə hədiyyə etmişdi? Səlimə. Özü Dünya atlasının ən önəmli detayı nə idi? Amerika. Bəli. O düzdür, Amerikanı da qeyd etmişdi. Doğrudur, haradan hara getdik. Bunlar yadımızda qaldısa, Zahid bəylə davam edək görək. Zahid bəy, bu yaxınlarda bir dənə video paylaşmışdım. Heç vaxtlar statusda 3-cü Əhmədlə bağlı. Yadınıza düşdümü? İndi 3-cü Əhmədi izah eləsin görək bizdə. 3-cü Əhmədi niyə taxtdan saldılar? Zahid bəy, buyur. Yer içir, kef edir. Ona görə də, ay bala, bunu soruşmuram. Ay Zahid, o paylaşdığım video heç sən mi yadında qalmamışdı? Gərək indən sonra
1-1. İndən sonra Azayət, videonu sənin öz şəxsinə göndərirəm ki, bir baxarsan, əziyyət çəkib baxarsan, statusuma baxmısan. Ay bala, diqqətli ol. Bax, burada sən oxumadınmı ki, əhali, Yeniçərilər etiraz elədi ki, 3-cü Əhməd niyə bizim ordumuzun başında getmir? Gözünə dönüm 3-cü Əhməd. Yaraqlandı, yasaqlandı, atın belində güya gedib müharibəyə. Gecə ikən də kişinin oğlu qayığa minir, geri qayıdır İstanbula. Bunu da eşidən Yeniçərləri qiyam qaldırdı. Bu da oldu 3-cü Əhmədin hakimiyyətdən gedişi. İbrahim Paşa da deyir, qurunun oduna yaşda yanır. Elə İbrahim Paşanı da bununla da taxtdan salırlar. Bax, bunu soruşurdum səndən. Bu belə. İndi Zahid, sən bizə deyəcəksən. Xəzinəyə qənaət etmək üçün nə iş gördü İbrahim Paşa? Hə, sonra. Ağlın getməsin. Hə, de. Düzdür, ağlın getməsin öz uşaqlarınıza. Görsən, bunlar bülbül kimi ötür. Sən bu uşaqlarla ayaqlaşmaq üçün sən də bülbül kimi ötməlisən. Bəzi Yeniçəri birliklərini ləğv elədi. Bu belə. Yaxşı, maliyyə vəziyyətini yaxşılaşdırdı. Amma pulu hara xərclədi? İndi deyəcəm, sən də güləsən. Onlar da sənin kimi bala, yeyib içən gəzən adamlarıymış. Bax, imtahanı 2 ay, 1 ay qalıbdı, sən yenə gəzməklərdəsən. Bunlar da şənliklərə xərclədilər. Avropadan gələn bir çox səfirlər, nə bilim, Avropadan gələn elçilərə pul xərclədilər. Ona görə də xəzinə də boşaldı. Xalq da etiraz elədi buna. Fatimə xanım bizə deyəcək. Fatimə, gedək görək bizə. Yeniçəri qiyamından sonra hakimiyyətə gələn hökmdar? Düzdür. Yadına sal görək, Dehlidə də uşaqlar bir dənə hökmdar var deyək, o da qiyam nəticəsində hakimiyyətə gəlmişdi. Balaban? Əla, doğrudur. Bəli, Qiyasəddin Balaban, düzdür. İndi sən bizə de görək, bu 1-ci Mahmud neçənci illərdə hakimiyyətdə olub? Nə yaxşı. Niyə öyrənmirsən? Bir zəhmət əziyyət çək öyrən. Bax, birdən düşdü ki sənə, görən kiçik qaynarca 1-ci Mahmudun dövrüdür. Elə də qəşəng öyrənmirəm deyin, elə bil ki. Gözəlim, öyrənmək məcburiyyətindəsən. Səfəvi və Osmanlı hökmdarların hakimiyyət illərini əzbərdən bilməyə məcbursan. Çünki bunlarla bağlı %100 suallar düşür. Bax, özdə qəsdən də Mahmudun hakimiyyətin aşağısında yazıblar kiçik qaynarcan. Ona görə uşaqların əksəriyyəti çaşır burada. Bilirəm ki, səhv salırlar. Kiçik qaynarca 1774-dür. 68-də də müharibə başlamışdı. Nə müharibənin başlanması, nə müqavilə heç biri 1-ci Mahmuda aid deyil. Görək, 1-ci Mahmud nə işlər gördü? Yox, mətbəni açdıran kim idi? Bu da kağız hesab. İndi mən sənə bir şey deyim. Bax, o qumbaraçı ocağı ki var, ha, yeni qumbara. O qumbaranı atmaq üçün hər bir o hərbiçiyə hansı fən öyrədildi? Bilirsən? De görüm Güllü. Bəli, həndəsə. Düzgün bucaq altında atmaq üçün həndəsə öyrədildi. Ona görə 1-ci Mahmudun dövründə həndəsəyə maraq artdı, həndəsə elmi xüsusən öyrədilmişdi və yaxşı bu boyda oxumaq, kitab, bunlar oxumaq, öyrətmək lazımdırsa, bizə kitab da lazımdır, kitab çapı. Ona görə də kağız istehsalı da genişlənmişdi. İlk dəfə kitab çapı dedik, kimin dövründə idi? Yox, ilk dəfə kitab çapı, ilk dəfə. Əhməd, 3-cü Əhməd. Uşaqlar, dəqiq ili yadınızdan çıxırsa, əsrlə olanda 1727-dir, o deyin bilin. 1727-ci ildə Osmanlıda ilk kitab çapı mətbəyə gətirilir. Oradan Yusif fikirləşir ki, elə bil ki, Səfəvilərdə də vardı kitab çapını gətirməyə təşəbbüs göstərən. O kim idi? Yox, ondan əvvəlki. Xeyr, yerdən deməyin, öz deyəcək. Süleymandan əvvəlkidir də, Süleyman dedim Süleymandan əvvəlki. Abbas, 2-ci Abbas. Bəli, 2-ci Abbas ölür. Süleyman da bu işə maraq göstərmir deyə deyirdi ki, sən demə maraq göstərmədiyinə görə
Gəlmədi Azərbaycana. Hə, Yusif bəy, de görəsən bizə Kiçik Qaynarca ilə başa çatan müharibəni neçənci illəri əhatə elədi? Bəli. Bəli. 68-ci ildə müharibəni kim elan elədi? Yo, Osman. Baxın, buradakı əksər müharibələrdə Osmanlı özü qaşınır. Müharibəyə başlayır, özü sonunda da məğlub olur. 68-74-cü ildə 74-də hansı müqavilə ilə başa çatdı? Düzdür. Orada sən dedin, Kiçik Qaynarcanın imzalandığı ildə Azərbaycanda. Düzdür. Bir dənə də Kiçik Qaynarcanın şərtlərində əla olsun. Yo, gözlə, Dnestr. Yo, Dnestr deyil. Bir. Uşaqlar 1-1. Özü deyəcək. De görüm Yusif. Azov qalası, dəniz yox. Azov qalasını itirdi. Bu bir. Bir də uşaqlar, Qaradənizdə şəriksiz ağalığı başa çatdı. Yəni Rusiyanın ağalığını bölüşdürməli oldu. Burada da qeyd olunmayıbdır. Bəli, düzdür. Burada qeyd olunmayıbdır. Rusların ticarət gəmiləri Bosfor və Dardanel boğazlarından sərbəst üzməyə başladı. Bundan sonraki mövzuda uşaqlar Rusiyanı verəcəm. Rusiya ilə Osmanlı çox bir-birindən bağlıdır. Orada bir daha, burada keçdiyimiz məsələləri bir daha təkrarlayacaqsınız. Bu belə. Deməli, Krım harada müstəqil oldu? Yassıya qədər oxuyubsan. Ta sizi də vur dedim. Vur dedim, lap sizi də öldürdünüz, ay 10-cular. Mən də fikirləşdim, bir Trablis'a falan qədər oxuyarsınız. Yaxşı, nələr qaldı buradan? Deməli, biz Krımın müstəqil olduğu müqavilə, hansı müqavilə dedik, Yusif? Lamiyə bizə deyəcək, Krım nə zaman Osmanlı Rusiya tərəfindən işğal olunur? Düzdür. Hansı müharibədə məhz Osmanlı Krımı geri qaytarmaq məqsədi ilə başlamışdı müharibəyə? Yo, gözlə 68 nədir? Düzdür. 87-91-ci illər. Səsim uzaqdan gəlir, bir də uşaqlar kameralarınızı açın. 87-91-ci illər. Bu belə. Bir dənə də müharibə var. O müharibədə məhz Krımı geri qaytarmaq uğrundaydı. Bu hansı müharibədir? Düzdür. 1806-12-ci illər. Görən Lamiyə, Krım hansı dövlətin parçalanmasına yaranmış dövlətdir? Hal-halda neçənci əsrdə? 15-ci əsr olmasın. Krım, Qazan, Nogoy ordusu, bax onlar. Bu ərazilər dedik ki, 15-ci əsrdə Qızıl Ordudan parçalanmış dövlətlər idi. Elton bizə deyəcəkdir, Elton, Osmanlı bölüşdürmək üçün Avropalıların ortaya atdığı bir plan var, necə adlandırılırdı? Osmanlı bölüşdürmək üçün Avropalıların ortaya atdığı plan necə adlandırılır? O Ruslarınla idi. Bəlkə bir fikirləş, Avropalıların. Bəli, şərq məsələsi düzdür. Məsələn, orada dediyiniz Yunan layihəsi. Yunan layihəsinin müəllifi kim idi? Düzdür. İkinci Yekaterina kimlə bərabər? Potyomkinlə bərabər. Potyomkinlə bərabər. İstər şərq məsələsi olsun, istər Yunan layihəsi olsun, niyə baş tutmadı? Yaxşı ki, baş tutmayıbdı. Yox, öz aralarında ziddiyyətlər. Osmanlı o qədər geniş bir ərazini əhatə edir ki, bölüşdürüb bitirə bilmədilər. Ziddiyyətlər, desəm bəs edir elə. Ziddiyyətlərdən dolayı baş tutmadı. Bir də bu Yekaterina hansı ərazinin Avstriya güzəştə gedirdi ki, yetər ki, Avstriya bunları dəstəkləsin. Dedi, hey Avstriya sənə, de görün Fatimə. Bəli, Balkan qərbini verirəm. Gəl bu məsələdə məni dəstəklə. Bu belə. Sonra bir də nələr qaldı buradan? Elə sən bizə deyəcəksən, nələr deyəcəksən? 1787-91-ci illər müharibəsi deyirik. Bu müharibə hansı müqavilə ilə başa çatmışdı?
Bəli. Yassı müqaviləsində. Yadına sal, ilk dəfə biz demişdik, hansı müqavilə ilə ruslar Qaradənizə çıxış əldə elədilər? Yox. Demə, tez-tez demədinmi sən? Hay Allahım. De görmüş Alə. Kiçik Qaynarcada. Və hansı müqavilədə ruslar Qaradənizin şimalını qəti olaraq möhkəmləndilər? Qəti. Bax, qəti yassı. İkisi də 4 hərflidir. Qəti də yassı. Bunu yadda saxlayırıq. Yassı müqaviləsində qəti olaraq Qaradənizin şimalında möhkəmləndilər. Bu belə. Nuray bizə deyəcək, Nuray, yassı müqaviləsinin şərtləri nə idi? Dnesterdən Bug çayına qədər. Aha. Bircə dəqiqə gözləyin, üzrlə Sabin. Sən görmüşdün, xala sən görmüşdün. Hə, yaxşı, bunları bildik. Uşaqlar, əgər ki yadınızdan çıxırsa, yassı müqaviləsində hansı çay? Bircə dəqiqə al olam, ya dərs Sabin nə deyirdim? Bircə dəqiqə. Yox, heç nə almamışam. Heç nə almadım. Fikirləşdim ki, buradan gedəndə səndən bir yerdən alarım. Sən nə istəyirəm? Deyirdim ki, əgər vaxtın olsaydı, yox. Onu sən nə deyirsən ki, 6. Elə yaxşıdır, sakit ol da. Sakit ol. Niyə istəyirsən? Uşaqlar, əgər yadınızdan çıxırsa, bax, yassıda s hərfi xüsusi vurğulanır, düzdür? Yassıda məhz Dnestr çayı, orada da s hərfi xüsusi vurğulanır. Dnestr çayı sərhəd rolunu oynamışdı. Sakit ol. Bir də testlərin bir çoxunda qarşımıza çıxacaq. Yassı müqaviləsi. Görün hansı hökmdarın dövrüdür uşaqlar? Yassı. 3-cü Səlimin. Bəli, düzdür. Bax, yassı. Yenə orada s hərfi var. Səlimlə yadda saxlayırıq ki, sən demə 3-cü Səlimin dövrüymüş. Bu belə. Bir də, baxın, yassı müqaviləsi ən ağır şərtli müqavilədir, düzdür? Ən çətin dövrdə, burada 3-cü Səlim hakimiyyətə gəlib, Osmanlının ən çətin dövründə. Səfəvilər də ən çətin dövrdə hakimiyyətə gəlib. Ən ağır şərtli müqaviləni imzalamış hökmdar kimdir? Abbas. Ona görə 1-ci Abbasla 3-cü Səlim oxşardı. Hər ikisi əvvəl hakimiyyətə gəndə dərin iqtisadi siyasi böhran dövründə hakimiyyətə gəlib, ağır şərtli müqavilə imzalayıb, sonra islahatlar keçirdib özlərinə gəliblər. Bəli, testlərdə də qarşınıza çıxmış olar bu suallar. Bu belə. Kimlə qaldıq? Nuraydan davam edək. Nuray xanım, bu yassı müqaviləsinin şərtlərində Osmanlı hansı ərazilərin ruslara verilməsini tanımalı idi? Aha, düzdür. Bəs yaxşı, bunları dedik. Krımın geri qaytarılmasına barışmayan Osmanlı ikinci dəfə nə zaman müharibəyə başlayır? Yox, 1-87-91. Birdə Krım uğrunda 2 dəfə müharibə var. De görüm Güllü. Bəli, düzdür. 1806-12. Bax onlar. Nə? Hə, indi bir şey var uşaqlar. Krım müharibəsi Krım uğrunda deyil. Krımın özü 1853-56 var ha, Krım müharibəsi. O Krım uğrunda deyil. Sadəcə Krımın ərazisində baş verdiyinə görə bu cür adlandırılır. Yaxşı, bunlar belə. Bunları dediksə, keçək birdən 10-cularımız deyir ki, bura qədər öyrənmişik. Emma, sən hara qədər öyrənibsən? Üçü də sözləşib. Gülnazın da qeydlərindən gördüm ki, o da bura qədər öyrənib.
Gülnaz, Yassı müqaviləsi neçənci ildə imzalandı? Müharibə neçənci ildə başlamışdı? Bəli, 87-ci ildə düzdür. Bəs yaxşı, 68-ci ildəki müharibə ilə 87-ci ildəki müharibə hər ikisinin başlamasında kim rol oynadı? Düzdür. Amma 87-91-ci illərdə Rusiyanın müttəfiqi kim idi? Yox, Rusiyanın döyüşdüyü Osmanlıdır. Müttəfiqini soruşuram. Bəli, Avstriya idi, doğrudur. Bəs yaxşı, müharibənin gedişatında o kəskin bir dövrdə kim hakimiyyətə gəlmişdi, o gərgin dövrdə? Düzdür, 3-cü Səlim. 3-cü Səlim neçənci illərdə hakimiyyətdə oldu? Deyir, bura qədər öyrənmişəm. 1789-1807-ci ilə qədər. Bunları belə. Keçək bir də kimə? Jaləmizdən. Jalə xanım bizə deyəcəkdir nələri? Dağılma dövr. Dağılma dövr neçənci illəri əhatə elədi Jalə? Üçüncü Səlimdən başlayaq. Üçüncü Səlim, 1-ci Mahmud, sonra İbrahim Paşa. Bu üçünü birləşdirən cəhət? Ordu yox. Sadəcə islahat. Və demədik mi, Lalə dövrü çiçək kimi dövrdür. Heç orduya diqqət yetirərlərmi? Lalə dövründə orduya diqqət yetirilməyibdir. Sadəcə islahatların keçirilməsi. Bax, uşaqlar, diqqətli olursunuz burada. İslahatların keçirilməsi. Yaxşı bir şey var ki, Səlimin dövründə o qədər köklü islahatlar keçirilib uşaqlar. Səlimdir, 2-ci Mahmuddur. Amma islahatların demək olar cüzi bir hissəsi yazılıb kitabda. De görəsən bizə, Səlimin dövründəki islahatlar nə idi? Hərbi islahatları. Yeni Qumbaraçı ocağı. Yusif, ilk dəfə Qumbaraçı ocağı kimin dövründə yaranmışdı? Düzdür. İndi qulaq asın. Yeni Qumbaraçı ocağı kimin dövründə yaranıbdı? Bəli. Bəli, 3-cü Səlim. Bax, burada qeyd olunub. Doğrudur. Amma Yeni Qumbaraçı ocağı kimin dövründə yarandı? Bəli, 3-cü Səlim. Bayaqlar dedik. Nümayəndəlik açdıran hökmdar kim olmuşdu? Düzdür. Bəs Gülnaz, səfirliyi açdıran hökmdar kim olmuşdu? Bəli, 3-cü Səlim. Səlim, səfiri. Bu cür yadda saxlamışdıq. Güllü ilə davam edək görək. Güllü, bir daha yadımıza salsan 3-cü Səlimin hərbi islahatlarını. Aha, bir dənə gözlə. Baxsan orada dedi, Timar və Ziyaməti kimlərdən yer aldı? Bəs yaxşı, Timar və Ziyaməti bir dəfəlik ləğv edən kim olmuşdu? Əla, düzdür. İlk dəfə Qumbaraçı ocağını yaradan? Yeni Qumbaraçı ocağı yaradan? Bəzi Yeniçəri birliklərini ləğv edən? Düzdür, 3-cü Əhmədin dövründə idi. Qətiyyətsizlik edib Yeniçəriləri ləğv etməyən. Qətiyyətli addım atıb Yeniçərilər ləğv edən. Bəli, düzdür. Baxın uşaqlar, bu cür arda-arda bir-birindən əlaqələndirəndə daha yaxşı yadında qalır. Görən, Nurellanın da yadında qaldı mı dediklərimiz? Qarışıq. Deməli, Nurayın da bir dənə söz var. Müəllim, qarışıqdır. Və qarışıq olan hissələri bir-bir sual cavabla yaxşı yadımızda saxlamağa çalışırıq. Lamiyə, bir daha da görürsən bizə tamamilə Yeniçəri birliklərini ləğv edən? Bəli, 2-ci Mahmud. Qətiyyətsizlik eləyib Yeniçəri birliklərini ləğv etməyən? Düzdür. Bəzi Yeniçəri birliklərini ləğv edən? Düzdür, 3-cü Əhmədin dövründə. Bunlar belə yadımızda qaldısa, oradan Selcan xatun bizə deyəcək. Selcan, nələr qaldı burada demədiyimiz? Hərbi mühəndislik məktəbinin fəaliyyətini gücləndirən kim oldu? 3-cü Səlim. Yeni deyirəm, bir çox sahələrdə islahat keçiribdim.
Ən yaxşısı, ən yadda qalan hərbi islahat. Kitabımızda hərbi islahatı qeyd ediblər. Və yaxşı, donanmanı yenidən qurdu da, bu donanma kim üzərində qələbə qazandı? Nətər, yəni sən o cür sözü yaxşı yadda saxlamayıbsan? Fatimə, də görüm, niyə qaldırmayıbsan Fatimə? Görsən Fatimə bu əlimi. Jalə bilir. Deyir ki, distant tokat, distant şillə. İndi distant şillə deyəcək, bax ha sizə. Nətər yadınızdan çıxıbdı bu? Kimsə Napolyon dedi, Nuray dedi. Bəli, Napolyon üzərində qələbə qazanmışdı. Osmanlı ordusu. Bunu yadda saxlayırsınız. Osmanlı ordusu Misir ətrafında Napolyon ordusunu məğlubiyyətə uğradır. Buna görə də Napolyon nə deyib, ay Sevcan? Sevcan fikirləşir ki, orada yox idim, bilmirəm valla. Qarışıq falan deyib, özdən uydurma. De görün Fatimə. Oyuncağa çevirdi. Tale məni bir qocanın əlində oyuncağa çevirdi, dedi. O məğlubiyyətə uğradı. Fikirləşmirdi ki, Osmanlıya. Hə. Baxmış olarsan, qəşəng. Bax, görürsünüz Yusufi, necə maraqlıdır bunlar. Ona baxıb deyə indi daha yaxşı yadında qalır. Məğlubiyyətə uğradı. Ona görə Napolyon da deyir ki, Allah, bu 80 yaşında bir qocanın əlində mən oyuncağa çevrildim. Bu belə. Bunu yadda saxladıqsa, indi keçək bir də Zahidə. Zahid bəy, sən bizə deyəcəksən. 19-cu əsrdə, 1806-12-ci illər. 1806-12-ci illər dedik ki, müharibəsi hansı ərazi uğrunda başlamışdı? Bundan əvvəl Krım uğrunda müharibə hansı müharibədir? Yox, yassı ilə bitən nə qaynar çay? Qaynar çay, yox bilmək. Qaynar çay. 1787-91-ci illər yassı ilə bitən müharibə. Hər ikisi bununla bax, 1806 ilə Krım uğrundadır. Burada dərsin əvvəlində yazır ki, əvvəl Rusiyanın Osmanlı yaxınlaşdı. Nə əcəb 19-cu əsrin əvvəllərində Rusiyanın Osmanlı yaxınlaşır? Kimə qarşı? Bəli, düzdür. Amma ruslar özlərini harda yaxşı aparmadılar deyə Osmanlı fikrindən daşındı. Niyə bilməyəsən? De görün Fatimə. Elçin, kameranı aç. Bəli, Moldaviya, Valaxiyada, doğrudur. Moldaviya, Valaxiyada özünü yaxşı aparmadığına görə məcbur müharibəyə başladı. Müharibə neçənci illəri əhatə edib Zahid? Hansı müqavilə ilə başa çatır? Bu da Buxarestin təzadıdır, bu da Xest. Buxarest. Buxarest haranın paytaxtıdır? Rumıniyanın paytaxtıdır. Rumıniya. Bəlkə bir gün yolun düşdü, getdin. Bilməlisən ki, paytaxtı Rumıniyadır. Buxarestin paytaxtı, Buxarest Rumıniyanın paytaxtıdır. 1812-ci ildə. 1812-ci ildə Azərbaycanda hansı döyüş baş verib? Aslan, düz. Jalə, Rusiyada hansı döyüş baş veribdir? Borodino döyüşü. Uşaqlar, Amerikada hansı müharibə başladı? Bəli, düzdür. İkinci istiqlaliyyət müharibəsi başladı, doğrudur. 1812-ci ildə. Bax, bu hadisələr baş veribdir. İndi nə edirik, uşaqlar? Bax, Buxarest müqaviləsidir. Düzdür bu müqavilənin adı. De görün Fatimə, Buxarest müqaviləsində Rusiya hansı ərazini ələ keçirdi? B. Buxarest, B. Bestarabiya. Bax, B. Buxarest, bu Bestarabiya. Bu cür yadda saxlayırsan. Deməli, Buxarestdə Rusiya hansı ərazini ələ keçirdi? Bestarabiyanı. Hansı dənizdə, hansı çayda sərbəst üzmək hüququ qazandı? Dunay çayında. Uşaqlar, Dunay çayı coğrafiyaçılar bilir. Dunay çayı Avropanın ən uzun çayıdır. Və dünyanın ən uzun çayı hansı idi? Nil çayı, düzdür. Dunay çayı dedik ki, Rus gəmiləri sərbəst üzə bilərdim. Bəs Fatimə, deməli, Osmanlıda hansı ərazilər qaldı? Düzdür.
Elə hardan başlamışdısa Moldavya Valaxiya, orada da o ərazilər Osmanlıda qaldı. Düzdür? Lamiyə ilə davam edək görək. Lamiyə 19-cu əsrin əvvəllərində məsələn 1821-ci ildə 29-cu illərdə kimlər üsyan qaldırır? Bəli, düzdür. Serblər və Yunanlar. Yunanlar nə uğrunda mübarizə aparırdılar? Muxtariyyəti verməyən Osmanlı hansı müqavilədə onlara müstəqillik verməyə məcbur oldu? Bəli, Ədirnədə düzdür. Muxtariyyət vermədiyinə görə hansı döyüş baş verdi? Bəli, Navarin dəniz döyüşü. Elton kameranı aç demədim mi? Elton, Səlcan, kameralarınızı açırsın. Yox, xeyr, açmasın. Mənə nə? Hay Allahım, niyə bir də deyirsən? Fikrin yayınır, bax onda. Sən bizə deyil, Navarin dəniz döyüşü neçənci ildə baş veribdi? Bəli. Kimlər mübarizə apardı Osmanlı ilə? Düzdür. Navarin dəniz döyüşündə dedik Osmanlı məğlub oldu, bu bir. Elə ondan sonra 28-29-cu ildə kimlə müharibə apardı? Düzdür. Bax, orada yadına sal, Ədirnə müqaviləsi ilə Türkmənçay müqaviləsini birləşdirən iki şərt. Hər ikisi Azərbaycan tarixindən keçmişik. Hər iki müqavilənin Azərbaycan üçün mənfi nəticəsi. De görmə Emma deyəcək. Bir, ermənilərin götürməsi uşaqlar. Bir də ikincisi, ay baba, pul demək, ticarət demək deyil ki, elə təkcə. Təzminat, bəli. Hər ikisi Rusları varlandıran müqavilələr idi. Ədirnədə demişdik ki, Osmanlı təzminat ödədi. Türkmənçayda da Qacarlar təzminat ödədi. Bax belə. Bunu soruşurdum səndən. Ədirnə müqaviləsinin şərtləri Nuray bizə de görək. Təkcə Moldavya Valaxiya deyil, həm də Serbiya. Serbiya. Bax, Serbiya, Moldavya, Valaxiya. Bu üçünə muxtariyyət verildi. Hara müstəqillik verildi? Bəli, Yunanistan. Bir daha yadımıza salırıq. Gülnaz, bax bu Ədirnə müqaviləsinə görə hara müstəqillik verildi? Yunanistana. Fikrin hardan sənin? Elə sən bir əlini belə qoyanda mən bildim fikrin ayrı yerdədir. Yunanistana müstəqillik verildi. Güllü, hara muxtariyyət verildi? Bəli, Serbiya muxtariyyət verildi, düzdür. Bunlar yadımızda qaldı mı? Jalə, bax, Ədirnədə Serbiya ilə bağlı verilən qərar. Bəs harda Serbiya müstəqillik verdilər? Bəli, Berlin konqresində, düzdür. Berlin konqresi. Yadımızda qaldı mı bunlar? Təzminat məsələsində dedik. İndi keçək bir dənə də 2. Mahmudun islahatlarına. Bilirəm, siz də yoruldunuz, amma azca qaldıq. Nə ola, bəlkə adı üstündə yazılır. Hə, Jalə ilə davam edək görək. Jalə bizə deyəcək 2. Mahmud. Jalə, 2. Mahmud neçənci illərdə hakimiyyətdə olubdu? Düzdür. Onun dövründə 1826-cı ildə Osmanlı da 1857-59-cu ildə Hindistanda oxşar cəhət. Da kim qiyam qaldırdı? Bəli, hər ikisində əskərlər qiyam qaldırdı mı? Hərbiçilər. Bəli, hər ikisində hərbiçilər qiyam qaldırıb. Bax, 26-da Yeniçəri qoşun növünü ləğv elədi. 30-da isə təzə kitablarda var. 1830-da yeni ordu, ümumi əskər yığımı əsasında yeni ordu yaratdı. 1830-da bunu yadda saxlayırsan, Avropa nümunəsində yaratdıqları bəli, nazirliklər doğrudur. Sonra oradan Lamiyə fikirləşir ki, Rusiyada Avropa nümunəsində nazirlikləri kim yaratmışdı?
Rusiyada. O Osmanlı idi. De görüm Güllü. Aleksandr idi. Birinci Aleksandrın dövründə, Yaponiyada Mutsuhito'nun dövründə, sonra Hindistanda sipahilərdən sonra Avropa nümunəsinə nazirliklər. Bunu gələn dərslərimizdə keçəcəyik. Bu belə. Bir də uşaqlar 10-cular üçün deyim ki, bu da təzə kitablardakı məlumatdır. 2-ci Mahmudun dövründən başlayaraq geyim tərzi də dəyişdi ha. Avropa geyim tərzinə keçdilər. Güllü ilə davam edək görək. Güllü, Gülxanə xətti şərifi neçənci ildə imzalandı? Azərbaycanda 39-43 dənə baş vermişdi. Bəli, düzdür. Doğrudur. Gülxanə xətti şərifin bunu bildik. Bir də uşaqlar, deyirsiniz orada Gülxanə xətti şərifi 39-da başladı, 76-cı ilə qədər ki o dövr necə adlandırılır? İslahatlar dövrü. Tənzimat islahatları düzdür. Tənzimat islahatları feodal yoxsa burjua xarakteri daşıyırdı? Bəli, burjua xarakteri daşıyır, doğrudur. Bəs yaxşı, kim bizə deyəcək? Elə sən bizə deyə bilərsən, bu Gülxanə xətti şərifi hansı hökmdarın dövründə imzalandı Güllü? Gülxanə. Bax, Gülxanə. Onu 2-ci Mahmud hazırlayıbdı. Əslində, kitabın keçən ilkidirsə, keçən ilkidə yazılır. Təzələrdə elə birbaşa yazır ki, Əbdülməcid imzaladı. Amma onu qeyd edim ki, uşaqlar, bu islahatları, Gülxanə xətti şərifindəki islahatları Sultan 2-ci Mahmud hazırlamışdı. Bir-bir o hamısını işləyib hazırlayıb, amma öldü getdi deyə artıq bunu icra edən Əbdülməcid olmuşdu. İmzalayıb həyata keçirən. Bunlar belə. Tənzimat islahatlarında nəyi yadda saxlayır? Bir dənə burada Yeni Osmanlıları, qoy bizə Selcan desin. Selcan, Yeni Osmanlılar cəmiyyəti nə zaman yaradıldı? ...65-ci ildə Azərbaycanda hansı zavod fəaliyyətə başladı? Kənddə nə qərar verildi? Kəndlərlə bağlı. Məktəbdən bağlı nə qərar verildi? Biraz da fikirləş. Emma deyəcək, Emma. Bəli, düzdür, gimnaziya, orta məktəb. Açılmışdı, doğrudur. Bəs Yusif, 65-ci ildə Amerikada başa çatan müharibə? Bəli, vətəndaş müharibəsi, düzdür. Zahid, Yeni Osmanlılar nə istəyir? Məqsədi nədir? Kimə saxlayırsan, ay Zahid? Qəbulda yazarsan ki, o sualın yanına, orasını oxumamışdım. Ay, bəl 11-ci sinifsən, 3 ay sonra sən imtihana gedəsən. Oxumamışdım nədir? Bu da təzə adətdir. Oxumamışdım. Əziyyət çək oxu, zəhmət çək oxu. Hələ bir zaten onsuz da ki, sən dərslərdə bir doğru düzgün iştirak eləməyib, Seyfəlidə, Şəmkirdə istirahət edirdin. Ta istirahət elədin bəsdir, də axıra qədər oxuyardın. Yeni Osmanlılar, de görün Fatimə, Yeni Osmanlıların məqsədi nə idi? Düzdür. Bax, parlament, konstitusiya. Cənubi Azərbaycanda hansı üsyan zamanı irəli sürülmüşdü bu tələblər? Təzəcə keçdik. De görüm Emma. Bəli, məşrutiyyə inqilabı. Nətər yadından çıxartdın, ay Fatimə? Sual cavab eləmədikmi? Məşrutiyyət parlament. Bunları yadda saxlayırsan. Deməli, Yeni Osmanlılarla Səttarxanın məqsədi eynimiş. Hər ikisi həm parlament, həm də məclis istəyirlərmiş. Həm parlament, həm də konstitusiya istəyirlərmiş. Bu belə. Gülxanə xətti şərifini demədik. Sən bizə də görüm. Gülxanə xətti şərifində nələr qeyd olunmuşdur? Bəlkə üzmüşdür. Çıxar bunu. Sonra? Gəl. Bax, belə deyirsən. Uzun zadı onu sən inanmıram ki, yadında saxlayasan. Mən də xarım, ay Bəlfəz. Hə, bax, belə yadda saxlayırsınız, uşaqlar. Vergi, ədalətli vergi məsələsi, ordu məsələsi, bir də təbəələrin həyatı, şərəfi,
vicdan azadlığı falan deyil. Həyatın təbəələrin həyatı, nə bilim, mülkiyyəti, bunlar qorunurdu. Əmlak təhlükəsizliyi təmin olunurdu. Ədalətli vergi, təbəələrin malı, mülkü qorunurdu, bir də ordu. Bu üç məsələyə toxunmuşdu Gülxani xətti şərifində. Fatimə, nəsə bu gün sən də gözümə yaxşı dəymədin, ha? Öz aramızdır. Gələn dərsdə özünü daha yaxşı aparırsan, daha yaxşı cavab verirsən. Keçək Lamiyə. Lamiyə bizə deyəcək Əbdülhəmid. İkinci Əbdülhəmidin dövründə Osmanlıda ilk dəfə yeni fəaliyyətə başlayan iki əsas hadisə oldu. Nə üçün parlament qısa müddət ərzində fəaliyyətini dayandırdı? Düzdür. Biraz ucadan danış, səsin o qədər zəif gəlir ki. Bu belə. İndi sən bizə deyə bilərsənmi? Azərbaycanda 77-78-ci illər Rus-Türk müharibəsinə görə bağlanan orqan hansı oldu? Kim deyər uşaqlar? Orqan deyəndə, yəni dövlət qurumunu nəzərdə tutmuram, qəzeti soruşuram. Bəli, Əkinçi qəzeti düzdür. 1877-78-ci illər Rus-Türk müharibəsinə görə Osmanlıda dedik ki, hansı parlament bağlandı, Azərbaycanda da Əkinçi qəzeti. Elton, sən bizə deyə bilərsənmi, 77-ci illər Rus-Türk müharibəsi hansı konferansla başa çatır, hansı müqavilə ilə başa çatır? 77-78-ci illər. Konqresə qədər hansı müqavilə ilə başa çatmışdı ki, təzədən yenə baxdılar Berlin konferansında? Bəli, San Stefanonu deyirəm. San Stefano 78-də San Stefanodur, amma San Stefanonun şərtlərini yenidən harda baxırlar? Neçənci ildə? Berlin konqresində hansı dövlətlər müstəqillik qazandı? Aha. Rumıniya. Bax, Rumıniya, Serbiya, Çernogoriya. Nə demişdik biz? Rum, Ser, Çer. Əgər yadınızdan çıxırsa uşaqlar, Rum, Ser, Çer. Rumıniya, Serbiya, Çernogoriya. Bunlar müstəqillik qazandı. Bulqaristan asılı knyazlığa çevrildi. Bir də Nuray, əvvəlcə qobu söz deyim uşaqlar. Berlin konqresinə elə belə təzədən baxmadılar, San Stefanon şərtlərinə. İngiltərə dedi ki, mən hansı ərazini istəyirəm? Nuray, İngiltərə Osmanlıdan hansı ərazini qopardı? Kameralarınız niyə bağlıdır uşaqlar? Bəli, Kipr adasını. İngilislər Kipr adasını qopardı. Avstriya Macaristan hansı ərazini ələ keçirdi? Yox. Bosniya və Hersegovinanı. Bosniya və Hersegovinanı. Yəni deyirik ki, Berlin konqresinə, San Stefanon şərtlərinə təzədən bir də Berlində elə belə baxmamışdılar. O zaman Osmanlının qarşısına şərt qoyur İngiltərə. Deyir, Kipri mənə verirsənsə, Rusiyanı məcbur edəcəm Berlinə gəlsin. Bu razılaşır. Avstriya Macaristan deyir ki, Bosniya Hersegovinanı mənə verirsənsə, mən Rusiyanı məcbur edəcəm. Buna da razılaşır. Avstriya Macaristan. Bəli, düzdür. Bir daha yadımıza salaq. Rusiya hansı əraziləri ələ keçirdi? Batum. Bəs Osmanlıya qalan ərazilər? Və Şərqi Rumeli. Orada bir diqqətli olursunuz uşaqlar. Baxın, deyir ki, hansı ərazilər idi? Şərqi, bu sözlə yadda saxlaya bilərsiniz. Osmanlıya verilən ərazilər, Bəyazid, Makedoniya, Şərqi Anadolu əraziləri. Bunlar verilmişdi. Keçək bir də gənc türklərə, Jalə ilə. Jalə, gənc türklər hərəkatının, deməli, gənc türklər hansı təşkilatı yaratmışdılar? Azərbaycanda İttihat Partiyası hansı partiyadır? İttihat Partiyası. De görüm Sevcan. Beyin hüceyrələrinə denən ki, düzgün işləsin.
Hə, bax. Müsəlmanlıq. Yox, birinci elələrine güvənmək olarmış. 1905-ci ildə İttihad, demişdim ya, adı da müsəlmanlıq, dini zəmində. Bax, dindirsə deməli müsəlmanlıq partiyasıdır bu. Bu belə, bəs yaxşı. Burada İttihad və Tərəqqi Partiyasının yaradıldığı ildə Yaponiyada Jalə xanım. Düzdür, konstitusiya qəbul olmuş, doğrudur. Bir də uşaqlar, gənc türkləri kimlər yaratmışdılar? Bəli, hərbi tibb məktəbinin kursantları yaratmışdı. Kursantlar yaratmışdı. Gülnaz, nə zaman bu gənc türklər üsyana başladı? Güllü, sənədir sualım. Hansı ərazidə? Düzdür. Uşaqlar, gənc türklər hakimiyyətə əl alıb da 1909-cu ildə Güllü kim hakimiyyətə gətirdilər? Düzdür, oyuncaq hökmdar öz əllərində idi. Kənarda xəritənin şəklin altında yazıblar 1913-cü ildə gənc türklər çevriliş edib hərbi diktatura yaradılar Ənvər Paşa. İnanmıram sizə düşəm. Buradan bir də Trablis müharibəsini yadda saxlayırsan. Güllü, Trablis müharibəsi neçənci ildə baş verdi? Kimlərlə müharibə aparılmışdı? Düzdür. Selcan, Trablis müharibəsi neçənci illərdə baş verdi? Kimlərlə müharibə aparılmışdı? Hansı ərazini İtaliya ilə keçirdi? Zahid, Trablis müharibəsi kimlərlə baş verib? Ay Zahid, sualım sənə day bala. Trablis müharibəsi kimlərlə baş veribdi? Kim? İlcə demədim. Bax, bir dəfən Güllü, bir dəfən Sevcan təkrarladı. Fikrin hardadır sənin? Uydurma, uydurma. De görüm Nuray. İtaliya və Osmanlı düzdür. Lamiyə, Trablis müharibəsində hansı ərazi itirildi? Liviya vəzini, deyə bilərəm Afrikada sonuncu mülkünü itirdi. Düzdür, deyə bilərik. Bizə deyəcək Fatimə 1684-1912 hər iki ili birləşdirən cəhət 1684-də nə baş vermişdi? Düzdür, məhz 1912-ci ildə. Bəli, Osmanlıya qarşı ittifaq. Gəl baxaq görək, 1912-ci ildə Osmanlıya qarşı bu ittifaqda kim iştirak edir? Rusiyada mı var idi? May Allah. Rumuniyada mı? Yox, yoxdur. Bax, Balkan dövlətləri, hamısı bir-birinə yaxın dövlətlər. Bunun üçün də gələn dərsə kimi sizə bir qəşəng qısaltma tapıb deyərəm. Vampir kimi bir şey. Bolqarıstan, Serbiya, Yunanistan, Çernogoriya. Çernogoriya Qaradağ. Vampirdir, illərdir. İllər öncə bu vampir sözünü demişik. Yadımızda da, yadda da qalıb. Bax, görsən, Edi Yusifin müəlliməsi də deyir. Bolqarıstan, Serbiya, Yunanistan, bir də Çernogoriya. Bunu yadda saxlayırsan. Bu dövlətlər Balkan İttifaqını təşkil elədi. Birinci Balkan müharibəsi Fatimə neçənci illəri əhatə edir? Hansı konferansdan başa çatmışdı? Hayır, birinci Balkan. London konferansı. Lambiya, London konferansının qərarlarına görə bəli, Avropada demək olar ki, bütün Ədirnə, Şərqi Frakiyasin olmaqla bütün ərazilərini itirdi. Deməli, birinci Balkan müharibəsi hansı konferansdan başa çatdı? Bəs ikinci Balkan müharibəsi? Düzdür. Birinci Buxarest, ikinci Buxarest arasında neçə il fərq var? Bu üçüncü qrupları və riyaziyyat. 101 il. Cəmi aralarında 101 il fərq var imiş. Nuray, bəs yaxşı, birinci Balkan müharibəsində onsuz da Osmanlı məğlub oldu, bu ərazi itirdi. Nəyə görə ikinci Balkan müharibəsi baş verdi? Deməli, bu onlayn dərsdə uşaqların bəhanəsi. Ay Nuray, ikinci Balkan müharibəsi niyə baş verdi?
Cüd dərsin axırlarında yaxşı öyrənməyiblər bu hissələri. De görüm Jalə. Kim deyər ay uşaqlar? 2-ci Balkan müharibəsi niyə baş veribdi? De, buyur de. Düzdür. Qalib gəlmiş dövlətlərdən Yunanistanla Bolqarıstan ərazini bölüşdürə bilmirlər. Buna görə də 2-ci Balkan müharibəsi baş verdi. Bəs Jalə, 2-ci Balkan müharibəsindən istifadə edib Osmanlı hansı ərazini geri qaytardı? Düzdür. Burada diqqətli olursunuz nəyi? Təzə kitablarda bu cümlə artırılıbdır, xüsusən də vurğulayıblar. Hansı müharibə nəticəsində Avropadakı, demək olar ki, hakimiyyəti başa çatdı? Xeyr, elə Balkan müharibəsi. Balkan müharibələrinin nəticəsində, hər iki Balkan müharibəsi nəticəsində deyirik ki, Avropadakı hakimiyyəti başa çatmışdır. Gülü, bəs Afrikada hakimiyyəti nə zaman başa çatır? Düzdür. Yadımızda qaldı mı bunlar? Belə baxıram ki, uşaqlar, siz də yoruldunuz. Amma Osmanlı'nı bitirdik. Testləri kim işləyib? Dəl qaldırsın baxım. Qəşəng, bircə dəqiqə Güllü. 10-cu siniflərimizdən. 10-cu siniflər 107-dən testdən heç yarısında işləməyibsiz. Cüzü biraz qarşıydı. Elton, Zahid, bəs siz? Bilirəm, Yusuf, sən işləyəsən. Bu 10-cular zülümlə işlədir. Ay Zahid, ay Yusuf. Elton, onları yoxladıq sizlə. Amma elə cavab verdin, ta sellər sular kimi. Zahid ələ əsas. İşləməmişdin, ay Zahid. Yox, mən sən atana şikayət eləməliyəm deyəsən.